Bugün sən 20-25 yaşın varsa və düşünürsənsə blog çəkmək üçün gecdir. İnan ki 30 yaşda düşünəsən ki, kaş 20-25-də başlayardım. Yəni 30 yaşda da, yəni 40 yaşın olanda deyəsən ki, kaş 30-da başlayardım. Yəni bu yaşın ümumiyyətlə fərqi yoxdur. Sən bu günlər öz məhsulu, həm mütləq deyil, mən məhsul deyəndə insanlar düşünür ki, yəni ya paltar olmalı, ya nəsə başqa bir şey olmalı. Elə deyil. Məhsul yəni biliyi də sata bilərsən. Hər insanın bir bildiyi var. Yəni bir yaşa gəlib satıbsa, onun hansısa biliyi olmalıdır. Bu biliyi satmaqdan ötürü insanlar səni tanımalıdır. İnsanlar səni tanıması üçün amma bir variant var. O da sənin sosial şəbəkədə belə deyim, sosial şəbəkədə tanınmış olmalısan. Yəni bunun başqa bir variantı yoxdur. Bunu da necə etmək lazımdır, necə tanınmaq lazımdır, necə kütləni yığmaq lazımdır. Bunu inşallah 3000 takipçi olduqdan sonra Telegram kanalımda açacağım. Orada izah edəcəm. Hələlik işlərinizdə uğurlar. Selamun aleyküm.